Salam, bugünkü dərsimiz mexaniki dalğalarla işıq dalğaları arasındakı fərqi izah etməkdir. Birinci başlayaq mexaniki dalğalardan. Dalğa nəyə deyilir? Bilirik ki, dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Elastik mühit dedikdə bizə yadımıza salırıq ki, elastik mühit qaz, maye və bərk mühit götürülür. Bu üç mühitdə mexaniki dalğalar yayılır. Ən böyük sürətlə bərk mühitlərdə yayılır, sonra mayelərdə yayılır, sonra qazlarda. Deməli, mexaniki dalğaların, yəni məsələn səs dalğasına baxsaq, səs dalğasının ən kiçik sürəti qazlardadır, yəni havadadır. Bizim danışdığımız səsin havadakı sürəti təqribən 340 metr/saniyədir. Dalğanın sürəti üçün düsturumuzu bilirik. V bərabərdir lambda nödür. Periyodla yazsaq bunu lambda böl T'dir. Yadımızda saxlayırıq ki, istər mexaniki dalğalar, istər elektromaqnit dalğalar bir mühitdən digər mühitə keçdikdə onun tezliyi və periyodu dəyişmir. Dəyişən ancaq dalğa uzunluğu və sürətidir. Məsələn, məsələnin şərtində verilsə ki, səs dalğası tutaq ki, bərkdən mayeye keçir. Hansı kəmiyyətlər dəyişər, hansı kəmiyyətlər sabit qalır? Bərkdən mayeye keçirsə, deməli sürəti azalır. Ən böyük sürət izah elədik ki, bərklərdədir. Sürət azalır. Düsturdan görürük ki, sürət azalırsa dalğa uzunluğu da azalır. Periyod və tezlik isə dəyişmir. İndi keçək elektromaqnit dalğalara. Elektromaqnit dalğalardan məsələn işıq dalğasına baxırıq. İşığın yayılma sürəti S bərabərdir lambda nödür. Lambda 0 yazırıq, yəni vakuumdakı dalğa uzunluğudur. S də işığın vakuumdakı sürətidir. S bərabərdir 3/10⁸. Vakuumdakı sürəti bu qədərdir metr/saniyə. Mexaniki dalğalar vakuumda yayılmır, işıq dalğası isə vakuumda ən böyük sürətlə, yəni 3/10⁸ metr/saniyə sürətlə yayılır. İşıq dalğası bir mühitdən digər mühitə keçdikdə yenə də onun tezliyi və periyodu dəyişmir. Dəyişən ancaq dalğa uzunluğu və sürəti olur. Mexaniki dalğalardan fərqli olaraq işıq dalğası ən böyük sürətlə vakuumda yayılır. Mühitə keçdikdə onun sürəti mühitin sındırma əmsalı qədər azalır. Yəni S bölən yazarıq. Dalğa uzunluğunu lambda bərabərdir lambda 0/n yazarıq. Burada n mühitin sındırma əmsalıdır. Məsələn, məsələnin şərtində verilsə ki, işıq tutaq ki, havadan mayeye keçir, işıq dalğası. Məsələn, hər hansı bucaq altında gəlirsə, mühitə səthinə perpendikulyar çəkirik və havadan keçir mayeye, yəni havanın sındırma əmsalı. N hava bilirik ki 1'dir. Sındırma əmsalı havada ən kiçikdir. Ona görə sındırma əmsalı kiçik olan mühitdən keçir böyük olan mühitə. Yəni mayeye keçdikdə burada N artır deyə onda buradan sürəti azalır. Müəyyən bucaq altında da sınması baş verir. Ancaq şərtdə söylənilsə ki, işıq dalğası məsələn burada çəkirik belə mühitimizi səthə perpendikulyar istiqamətdə düşür. Perpendikulyar istiqamətdə düşdükdə yadımızda saxlayırıq ki, istiqamətini dəyişmir, həmin istiqamətdə də yayılır. Məsələn, yenə havadan mayeye keçir. İstiqamətini dəyişməz, perpendikulyar düşdükdə istiqamətini dəyişmir. Məsələn, əvvəlki şəklimizdə baxsaq, burada
İstiqaməti normalda bu cür olmalı idi, amma məsələn perpendikulara yaxınlaşdı. Sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçdi. Ancaq perpendikulyar düşürsə səthə, onda istiqamətini dəyişməz, perpendikulyar da yolunu davam edər. İstiqaməti dəyişməz, period və tezliyi dəyişməz, dəyişən ancaq onun sürəti və dalğı uzunluğudur, V'si və lambdasıdır. Sürəti də mühitin sındırma əmsalı qədər azalar, S bölü N qədər, lambdası da mühitin sındırma əmsalı qədər azalar. Lambda 0 bölünsün N qədər azalar. Bugünkü mövzumuz bu qədər. Suallarınızı və izahını görmək istədiyiniz mövzuları şərh bölməsində yaza bilərsiniz. Sağ olun.